Salam əziz dostlar, bu videomuzun mövzusu Shape Builder Tool. Əgər əlinizdə hansısa logo skeçi, eskizi varsa, onu daha keyfiyyətli versiyaya, vektor versiyasında yığmaq üçün çox əvəz edilməz bir tooldur. Gəlin görək hardadır o. Toolbarda aşağıda Shape Builder Tool, shortcut'ı da Shift M. Shift M. Aktiv deyil çünki mən hansı shape'lərin üzərində əməliyyat eləyəcəm, onları hələ seçməmişəm. Burada mən bunların hamısının üzərində işləyəcəm. Ona görə Move tool-la seçirəm hamısını. Shift M Shape Builder tool'um aktiv oldu və üzərinə gətirəndə hələ heç nə klik eləmirəm, sadəcə üzərində gəzişirəm. Üzərinə gətirəndə görürəm ki, yeni yaranacaq və yaxud da ki, silinəcək formaların təxmini görüntüsünü verir. Məsəl üçün mən istəyirəm qırmızı dairə ilə göy düzbucaqlımı birləşdirim. Sadəcə mauzla klaviaturada heç nəyə klik eləmirəm. Tutub, dartıb, çəkirəm və gördüyünüz kimi bunlar birləşdi. Və yaxud da bax bu sarı nöqtə istəmirəm olsun, o sarı nöqtəni silmək istəyirəm. Onun üçün Alt butonunu basandan sonra kursorumda görürsüz minus işarəsi yarandı. Bir dəfə klik edirəm, həmin hissə getdi. Ctrl Z. Əgər mən bu iki hissənin ikisini də istəmirəmsə, Altı basıb tutub çəkirəm, həmən hissə silindi. Sonra istəyirəm ki, göy hissəni sarı hissəyə qatım, üzərində gəldim, çəkdim, qarışdı. İstəyirəm ki, içində bax bu ulduzu kəsim, altı basıb klik edirəm, ulduzu kəsdim. Keçək praktikaya. Əlimizin altında Shape Builder ilə məşq eləmək üçün ideal nümunələr var. Gəlin ən asandından, sadəsindən başlayaq. Tenis topu ikonu. Bunu yaratmaq olduqca asan olacaq bizim üçün. Shift-i bastıq, bir dairə çəkdik. Shift X-i basıram, fillə strokun yerini dəyişirəm. Qalınlığını biraz artırıram. Tam bənzətmək üçün gəlin strokunu qara seçək. Altı Shift-i basaraq gətirirəm sağa. Burada ideal toxunuş yaransın. Shift-lə sağ düyməni basaraq 1, 2, 3, 4. Bunun duplikatını çıxardıram kənara. Yenə də Shift düyməsini basaraq 1, 2, 3. Bu da gəldi oturdu, yoxsa 4-dən eləmişdim. 4, bəli, oturdu. Baxıram ki, biraz da içəri salardım. 5 və soldakını da bir tık salaq içəri. İndi biz bunların üçünü də seçirik. Shift M Shape Builder tool'u aktivləşdirdik və altı klik eləyərək 1 və 2 sildik, getdim. Nəticədə bizdə gördüyünüz formalar yarandı və tenis topumuz hazırdır. Keçdik yin-yang simvolunu yığmağa. Biraz böyüdək. Gəlin bunu bir analiz eləyə görək. Bizim bu simvolumuz nələrdən ibarətdir? Hamısı ideal yumrulardır və başlayaq bunun eskizini, strukturunu düzəllək. Bir yumru çəkirik, strokunu verək. Qara, yumrumuza bir vahid ölçü verək. Tutaq ki, 87 yox, olsun 80. Məndə yuxarıda burada proporsiyaları qorumaq funksiyası aktivdir deyənə, mən hündürlüyünü 80 eləyəndən sonra avtomatik eni də 80 oldu. Əgər kimdəsə o qaçsa, buradan constraint funksiyasını yandırmağı unutmasın. Hündürlüyüm, diametrim 80-dir. Gəlin mən bunun kopyasını çıxardım. Command C, Command F və bu dəfə diametri verək 40 mm. İkisini də seçək. Key Object qərar verək. Əsas böyük dairəmizi və yapışdıraq yuxarı. Kopyasını tutaq, dartaq, çəkək aşağı. Hər ehtimala qarşı bunu da fix eləyək. Key Object kimi böyük dairəmiz. Bunu da aşağı əlayn elədik. Bəli, oturdu. Sonra içəridəki bu dairələri yaratmaq istəyirik. Command C, Command F. Bunu artıq gözə yarı eləyəcəyik. Alt Shift-i basırıq, kiçildirik. Bəli. Bunun kopyasını Alt Shift-i çəkib gətirirəm bura və Smart Guides mənə göstərdi ki, sən bunu ideal mərkəzə otuzdurdun. İndi gəlin bax bu formanı yaradaq. Seçirik əməliyyat edəcəyimiz bütün fiqurlarımızı. Shift M Shape Builder tool'u aktivləşdirdik. Baxırıq ki, nazikdən qalına doğru. Bizdə bax nazikdən qalına doğru. Sadəcə yəni istənilən bir sərhəddə belə tutub çəkirik. Əla. Bu hissə yarandı. Sonra da buradan tutub çəkirik. Bu hissəmiz də yarandı. İndi gəlin çək eləyə görək necə alınıb. Qara hissəni yaratmaq üçün seçirik yuxarı hissəni Shift X və fikir veririk ki, burada bir
ağ hissədə burada bir defekt çıxıb. O defekti də biz strok dərsindən bilirik necə həll edəcəyik. Seçirik strok olan hissəsini, gəlirik strok panelinə, görürük ki, align to stroke bu mərkəzdəndir. Biz istəmirik shape'imizin kənarına çıxsın, ona görə stroku verəcəyik shape'in içinə. Daha doğrusu shape'in içinə. Əla. Burada biz bunun qalınlığı ilə biraz oynaya bilərik. Olduqca gözəl, qəşəng, afərin bizə. Gəlin Google Chrome-un loqosunu yığmağa çalışaq. İlk öncə üzərində karkasımızı qurmaq üçün biz bunun opacitesini azaldaq. Bunu Ctrl+2 basıb obyektimizi lock eləyə, fikir versə artıq tərpənmir. Biraz zoom in, seçirik buradan ellips toolu və probeli basaraq yerinə otuzduraraq təxmini çəkməyə çalışırıq. Nəzərə alsaq ki, bizim nümunəmiz raster qrafikasıdır, pikseldir. Ona görə tam ideal oturmamağı təbiidir. Shift-i basıram, bunu nisbətən kiçildirik və mərkəzindəki dairəni yaratmaq üçün birinci biz buna qara strok verək, görək nələr baş verir. Ctrl+C, Ctrl+F sağdan, soldan bunu kiçildirik, gətiririk bu hissəyə. Bir dənə də Ctrl+C, Ctrl+F onu da kiçildirik. İndi keçək bizim bu xəttimizə. Line Tool seçili halda Smart Guides bizə olduqca kömək eləyir. Düz bu dairəmizin anchor point-inin üzərindən Shift-i tutub, basıb çəkirik, çıxardırıq qırağa. Xəttimizi kənara çıxartdıq. Baxırıq ki, burada hansı bucaq altında fırlatmalıyıq. Nəzərə alsaq ki, bərabər hissələrə bölünmüş sektorlar var. Çox güman ki, burada söhbət 60-120 dərəcəlik fırlatmaqdan gedir. Kopyasını çıxartdıq, transforma girdik. Yoxlayaq, görək 60 dərəcə ilə, bəli 60 dərəcədir burada. Bunu gətiririk, otuzdururuq bura. Bir dənə də bunun kopyasını çıxardırıq. Bu dəfə fırladaq, transform. Fırladaq bunu 120 dərəcə. 120 dərəcə fırlatdıq, gətirdik. Yaxınlaşdırsaq da tam işimizə yaramır. Biz mütləq Ctrl+Y düyməsi ilə Outline Preview-ya keçib bu çəkdiyimizi ideal xəttdə otuzdurmalıyıq. Gəlin bunu da ideal xəttdə otuzduraq. Fikir verin, burada belə boşluqlar qalmalı deyil. Gəlin bunu da belə ideal otuzduraq. Vəssalam. Bəzən çox iş görə bilərik və geri qayıtmaq, Ctrl+Z-lər işimizə yaramaya bilər. Ona görə bu zəhmətimizi qorumaq üçün bu yerində qalır. Alt-Shift-i basıb biz karkasımızın kopyasını çıxardırıq. Yaratdığımız formanı seçirik. Shift-M Shape Builder-i çağırdıq. Bir klik bura, bir klik bura, bir klikdə bura. Lazımdırsa lap bir klikdə ortaya eləyək. Kənardakı artıqları isə, baba artıq xətti isə altı basıb bir belə xətt çəkdim, bir belə və bir də belə. Xətti çəkdim, silindi. İndi götürək, Shift-X-i basaq. Formamız var. Ortadakı formanı, görürsünüz ortada bir forma qalıb. Bizə mane olmur. Shift-M-i basırıq, Alt-ı basaraq ortadakı formanı da sildirik. İndi gəlin rənglərimizi buradan götürək. Onun üçün Alt-Ctrl+2 lock edilmiş bütün faylları lockdan çıxardır. Götürək bunu, çəkək qırağa. Opacitesini qaytaraq 100%, hətta kiçildə bilərik. Kiçiltdiyi gətirdik bura. İndi başlayaq rəngləməyə. Birinci hissə bizdə Eyedropper toolu aktivləşdirdik. Birinci hissə oldu qırmızı. İkinci hissəmiz oldu yaşıl, üçüncü hissəmiz sarı və nəhayət orta hissə mavi. Təbrik edirəm, bizim Shape Builder-lə məşqlərimiz gözəl nəticələr verdi. Siz də öyrəndiyiniz texnikalarla eksperimentlər eləyin, skeçlərlə, karkasları qurun, xəttlərlə, formalarla, üzərindən Shape Builder-lə keçin. Maraqlı nəticələrinizi bizlə paylaşmağı unutmayın. Biz də keçək növbəti dərslərə.